Ümumiyyətlə, diabetik ayağın 3 klinik forması müəyyən olunur. Bir, işemik forma, hansında ki, damar zədələnmələri üstünlük təşkil edir. Damar daralmaları səbəbindən və yaxud tutulmaları, stenoz deyirik, daralması və yaxud okkulüziyası baş verir. Bu səbəbdən qan dövranı kəskin və yaxud xroniki formada pozula bilir və bu halda, yəni işemik formada ağrılar daha güclü olur. Bu ağrıların əsas səbəbi isə toxumaların qan dövranının pozulması, oksigen acılığı nəticəsində baş verən işemik ağrılar adlandırılır. İkinci forma neuropatik formadır. Burada qan təchizatı kafi dərəcə saxlansa da sinir inervasiyasının, sinir təchizatının pozulması baş verir və xəstələrdə daha çox hissiyat pozğunluğu kimi əlamətlər meydana çıxır. Ağrı və taktil hissiyatının olmaması və yaxud yanğı hissiyatının olması və yaxud ayağın altında hərəkət zamanı xoşa gəlməyən hissiyatın formalaşması bu sinir təchizatının bu səbəbdən pozulması nəticəsində meydana çıxan əlamətlər kimi dəyərləndirilir. Bu neuropatik forma adlanır. Üçüncü bir forma isə qarışıq formadır. Belə şəxslərdə, belə xəstələrdə həm qan təchizatı pozulmuş olur, həm də sinir təchizatı pozulmuş olur. Və bu qrup xəstələrdə həm güclü ağrılar ola bilir, həm də ki, ətraflarda hissiyat pozğunluğu ola bilir. Diabetik ayağın xüsusi bir forması var. Buna biz osteoartropatiya nəticəsində meydana çıxan şarko ayağıdır. Şarko ayağında isə sümüklərdə, oynaqlarda gedən deformasiya səbəbindən ayaq yastılaşır. Bu zaman ayağı ağırlıq mərkəzi dəyişməsi səbəbindən ayağın ön, orta və yaxud arxa hissəsinə düşən ağırlıq mərkəzi dəyişdiyi üçün həmin yerlərdə qabarlar əmələ gəlir və bu da gələcəkdə yaraların meydana çıxmasına səbəb olur. Belə ayaqlarda əlbəttə ki, həm də funksional pozulluqlar meydana gəlir. Yeriş pozulur, yerimə funksiyası pozulur və çox vaxt bu həm osteoartropatiya nəticəsində, yəni sümüklərdə gedən degenerativ proseslər nəticəsində, həm də inervasiya, yəni sinir təchizatının zəifləməsi nəticəsində baş verən hal kimi dəyərləndirilir.